Biz, yəni atam, əmim və mən evimizin küləkdən qorunmuş hamar damında oturmuşduq. Çox isti idi. Yerdə yumşaq, rəngbərəng Qarabağ xalçaları barbarlara xas əcaib şəkildə sərilmişdi və biz bardaş qurub onların üstündə əyləşmişdik. Bizim arxamızda da əllərində fənər tutmuş qulluqçular dayanmışdılar. Qabağımızda xalçaların üstünə sərilmiş süfrədə isə şərqin bütün dadlı yeməklərinin kolleksiyası toplanmışdı. Ballı qoğallar, şəkərləndirilmiş meyvələr, kabab, toyuq və kişmişli plov. Çox vaxt olduğu kimi, indi də oturub atamın və əmmin zərif hərəkətlərinə heyranlıqla baxırdım. Onlar sol əllərini tərpətmədən iri lavaşdan tikə kəsir, ondan qotaz düzəldir, içini ətlə doldurub ağızlarına qoyurdular. Əmim incəliklə 3 barmağını yağlı buğulu plovun içinə saldı. Biraz düyü götürdü, yumurlayıb ağzına qoydu. Özü də bir dənə belə düyü yerə düşmədi. Allah haqqına ruslar bıçaq və çəngəllə yemək vərdişləri ilə çox öyünürlər. Amma hətta ən axmaq adam belə bir ay içərisində bu cür yemək tərzini öyrənə bilərdi. Mən də bıçaq və çəngəllə rahat yeyə bilirəm və Avropalıların süfrəsində necə hərəkət eləməyi də yaxşı öyrənmişəm. Lakin 18 yaşım olmasına baxmayaraq, mən atam, yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin 3 barmağı ilə saysız hesabsız şərq yeməklərini elə yeyib qutarırdılar ki, hətta əllərinin üstü belə tərtəmiz qalırdı. Nino bizim yemək üsulumuza barbar kimi baxır. Kipiani ailəsinin evində həmişə stol arxasında oturub Avropa sayağı yemək yerdilər. Bizim evdə isə yalnız rus qonaqlarımız olanda bu cür yeyilərdi. Mənim xalça üstü oturub əllərimlə yemək yediyimi fikirləşəndə Nino dəhşətə gəlirdi. Amma o yaddan çıxardır ki, onun öz doğma atası ilk dəfə 20 yaşı olanda əlinə çəngəl götürmüşdü. Qulluqçular çay fincanlarını yığışdırdılar. Mən damda tək-tənha qaldım. Yatmağa getmək istəmirdim. Şəhəri qaranlıq bürümüşdü. Əslində burada bir yox, 2 şəhər var idi. Elə bil bu 2 şəhər qoz qabığı kimi biri-birinə yapışmışdı. Qoz qabığı qədim qala divarları xaricində yerləşən Bayır şəhər idi. Orada küçələr enli, evlər hündür, insanlar da pulpərəst və səsküylü idi. Bu Bayır şəhərin təməli bizim səhradan çıxan və var-dövlət gətirən neft idi. Orada teatr, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri və çiyinləri açıq, gözəl qadınlar var idi. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pulun üstündədir. Avropanın coğrafi sərhədi Bayır şəhərdən keçirdi. Nino da Bayır şəhərdə yaşayırdı. Qala divarlarının daxilində isə evlər şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel ailəsinin buruq qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarından Qız qalası ucalırdı. Bakı hökümdarı Məhəmməd Yusif xan öz qızının şərəfinə bu qalanı tikdirmişdi. Şəhərimizin küçələrində əsrlər boyunca çoxlu qan axmışdı. Bizə güc və cəsarət verən də elə bu qandı. Düz evimizin qabağında Knyaz Sianaşvili darvazası ucalırdı.
Bu darvaza yanında da bir zamanlar insan qanı axıb, nəcib insan qanı. Vaqiə çox illər əvvəl. Ölkəmiz hələ İrana aid ikən Azərbaycanın hakimi xərac ödəmək məcburiyyətində olduğu zamanlarda baş vermişdi. Knyaz Çar ordusunda general idi və o zaman Həsənqulu xanın hökmranlığı altında olan şəhərimizi mühasirəyə almışdı. Həsənqulu xan şəhərin darvazasını açdı. Knyazı da içəri buraxıb bəyan elədi ki, o Ağçara təslim olur. Knyaz bir neçə zabitinin müşayiəti altında içəri girdi. Darvazanın arxasındakı meydanda böyük ziyafət düzəldilmişdi. Tonqallar yanır, bütöv öküzlər şişdə qızardılırdı. Arxayınlaşmış Knyaz yorğun başını Həsənqulu xanın sinəsinə qoymuşdu. O zaman mənim ulu babam İbrahim xan Şirvanşir böyük, əyri xəncərini çıxardıb hökmdara verdi. Həsənqulu xan xəncəri götürdü və yavaş-yavaş Knyazın xırtdəyini kəsdi. Sonra Knyazın başını içi duzla dolu bir torbaya qoydular və ulu babam onu Tehrana, Şahənşaha çatdırdı. Çar isə qərara gəldi ki, bu qətlin intiqamını alsın. Çoxlu əskər yolladı. Həsənqulu xan saraya çəkildi, qapıları bağladı. Gününü Allaha dua etməklə keçirdir, yaxınlaşan sabahki gün haqqında düşünürdü. Çar əskərləri qala divarını aşanda Həsənqulu xan yeraltı yolla dəniz sahilinə çıxır. Oradan da İrana qaçır. Bu yeraltı yol indi dağıdılmışdır. Lakin yeraltı girişə ayaq basmazdan qabaq o, giriş qapısına tək bircə cümlə, amma çox ağıllı bir cümlə yazıb qoymuşdu. Sabahı düşünən adam heç vaxt igid ola bilməz. Gimnaziya məzunlarının buraxılış gecəsinə geydikləri bal uniformalarının yaxaları zərlə işlənmişdi. Toqqaların gümüşü belbağları və gümüşü düymələr par-par yanırdı. Səylə ütülənmiş boz parça isə hələ də istiydi. Biz baş açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlandı və biz hamımız Rus Pravoslav kilsəsinin Allahından kömək diləyirdik. Baxmayaraq ki, imtahan verən 40 nəfərdən yalnız ikisi dövlət kilsəsinə mənsub idi. Riyaziyyatdan yazılı imtahanı əngəlsiz keçdim. Bundan razı qalıb, veillənə artıq elə bil məktəbli deyilik kimi Nikolay küçəsindən aşağı düşdük. Ertəsi gün Rusçadan yazılı imtahan olmalıydı. Həmişə olduğu kimi mövzu möhürlü zərfdə Tiflisdən gəldi. Gimnaziya müdürü zərfi açdı və təntəni ilə oxudu. Turgenevin əsərlərində ideal Rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları. Asan mövzu idi. Nə istəsəydim, onu da yaza bilərdim. Amma gərək Rus qadınlarını tərifləyəydim. Bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. Amma burada da ağıl kömək eləməyən yerdə köçürtmə kimi sınaqdan keçmiş sənət köməyimə gəldi. Fizikadan da keçdim. Bundan sonra imtahan komissiyası
şagirdlərə bir gün istirahət verdi. Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək eləməzdi. Şagird gərək sadə suallara ağır cavablar veriydi. Birinci imtahan dindən idi. Həmişə sakit tərzdə arxa planda qalan gimnaziya mollası bu dəfə qabaqda stolun arxasında oturmuşdu. Onun əynində ipək kimi titrəyən bürüncək və Peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşaq var idi. Şagirdlərə qarşı onun ürəyi yumşaq idi. O məndən yalnız kəlmə-i şəhadəti soruşdu və mən cəsarətlə bir şiyə kimi Allahdan başqa Rəbb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın canişinidir deyəndən sonra mənə ən yüksək qiymət verib buraxdı. Kəlmə-i şəhadətdəki bu son sözlər ən vacib sözlər idi. Çünki şiyyələri onların düz yoldan sapmış sünni qardaşlarından fərqləndirən də bu sözlər idi. Molla bunu bizə belə öyrətmişdi və demişdi ki, düz yoldan çıxsalar da, yenə Allah sünniləri mərhəmətdən tam məhrum etməmişdir. Mollamız mötədil adam idi. Amma tarix müəllimi mollamız qədər mötədil deyildi. Mən bileti götürdüm, sualı oxudum. Keyfim pozuldu. Sual isə bu idi. Mədətovun Gəncədə qələbəsi. Müəllimin özü də o qədər xoş sifət adam deyildi. Gəncə yanındakı döyüşdə Ruslar hiyləgərcəsinə hücum eləyib, İbrahim xan Şirvanşirin qoşunlarını darmadağın eləmişdilər. O İbrahim xan Şirvanşir ki, Həsənqulu xan onun köməyi ilə Knyaz Sisyanişvilinin xirtdəyini kəsmişdi. Şirvanşir, siz öz hüququnuzdan istifadə eləyib bileti dəyişə bilərsiniz. Müəllimin sözləri yumşaq səslənirdi. Mən kasanın içində lotereya qutusunda olduğu kimi düzülən biletlərə şübhə ilə baxdım. Hər bir şagird götürdüyü bileti bir dəfə dəyişmək hüququna malik idi. Amma belə halda o, yalnız yüksək qiymət iddia etmək imkanından məhrum olurdu. Mən isə taliyə meydan oxumaq istəmirdim. Çünki heç olmasa ulu babamın həlak olmasından qəti xəbərim var idi. Şüşə kasada isə Friedrichlərin, Wilhelmlərin, yaxud da Prusiyadakı Friedrich Wilhelmlərin səlnaməsi, ya da ki, Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmma dolu suallar var idi. Onların içindən kim baş çıxara bilərdi? Başımı yellədib, sağ olun, mən öz biletimə cavab verəcəyəm, dedim. Sonra isə bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, Rusları Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin 40 minlik ordu ilə Təbrizdən yola çıxmasından, Çarın generalı Erməni Mədətovun 5 minlik ordu hissəsi ilə ona Gəncə yaxınlığında rast gəlib, toplardan İranlılara atəş açmağı əmr etməsindən, Şahzadə Abbas Mirzənin də atdan yıxılıb bir xəndəkdə gizləndiyindən, bütün ordunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Və sözümə yekun vurub dedim. Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsinin nəticəsi Türkmənçay sülh müqaviləsi oldu ki, bu müqaviləyə əsasən İranlılar xərac verməli oldular. Və bu xərac nəticəsində də 5 vilayət xarabalığa çevrildi. Çıxartdığım nəticə məni yaxşı qiymətindən məhrum etdi. Çünki yaxşı qiymətini almaq üçün gərək deyədim ki, Ruslar misilsiz cəsarət göstərərək, onlardan 8 dəfə üstün olan düşməni qaçmağa məcbur eləyib,
qələbə qazandılar. Qələbənin nəticəsi isə Türkmənçay sülh müqaviləsi oldu ki, bunun sayəsində İranlılar Qərbin mədəniyyətinə və bazarlarına qoşula bildilər. Ulu babamın şərəfindən söz gedəndə, mənim üçün yaxşı və kafi qiymətləri arasında heç bir fərq yox idi. İmtahanlar bununla qutardı. Gimnaziya müdiri təntənəli bir nitq söylədi. O, qürur və ədəbli bir ciddiyyətlə bizi kamil elan etdi. Bunu eşidən kimi, hamımız azadlığa çıxan məhbuslar kimi pilləkəndən aşağı şığıdıq. Günəş gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun incə dənələri küçə asfaltının üstünü bürümüşdü. Tində durub 8 il ərzində lütfkarlıqla keşiyimizi çəkən polis nəfəri yanaşıb bizi təbrik elədi və hər birimiz ona 50 qəpik verdik. Biz bir dəstə quldur kimi səs-küylə, qışqıra-qışqıra şəhərə dağılışdıq. Mən tələsə-tələsə evə gəldim və evdəkilər tərəfindən İranlılar üzərində qələbə çalmış Makedoniyalı İskəndər kimi qarşılandım. Qulluqçular mənə qorxa-qorxa baxırdılar. Atam məni öpdü və 3 şeydən birini hədiyyə kimi seçməyimi istədi. Əmim də dedi ki, belə bir ağıllı adam şəkk şübhəsiz Tehran sarayını seçməlidir. Çünki orada çox irəli gedə bilər. İlk həyəcan soğuşandan sonra xəlvətcə telefona yanaşdım. 2 həftə idi ki, Nino ilə danışmamışdım. Müdrik bir qaydaya görə kişi həyatı əhəmiyyəti olan mühüm məsələ qarşısında qalanda qadınlardan uzaq durmalıdır. Formasız aparatın dəstəyini götürüb çarx qolunu fırlatdım və 33-81 nömrəni istəyirəm dedim. Nino'nun səsi gəldi. Əli, imtahanı verdin? Bəli, Nino. Təbrik edirəm, Əli. Nə vaxt və harda, Nino? Saat 5-də qubernator bağının gölməcəsi yanında, Əli. Artıq danışmağa imkan yox idi. Qohumlarımın, qulluqçuların və hərəm ağalarının maraqdan yanan qulaqları məndə idi. Nino'nun arxasında isə alicənab Mama xanım durub qulaq asırdı. Neysə, bəsdir. Mən yuxarıya, atamın böyük otağına qalxdım. O divanda əyləşib çay içirdi. Yanında da əmim oturmuşdu. Qulluqçular divar boyunca ayaqda durub gözlərini mənə zilləmişdilər. Kamillik imtihanı hələ axıra çatmamışdı. Ata həyatın astanasında duran oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açmalıydı. Oğlum, indi həyata qədəm bastığın anda mən sənə bir daha müsəlmanın vəzifələrini başa salmalıyam. Biz burada Allaha imanın olmadığı bir diyarda yaşayırıq. Məhv olmamaq üçün qədim ənənələrimizi və köhnə həyat tərzimizi mühafizə etməliyik. Oğlum, tez-tez dua et. İçki içmə. Heç bir yad qadını öpmə. Yoxsullara və zəiflərə mərhəmət göstər. İman yolunda qılıncı sıyırıb can vermək üçün həmişə hazır ol. Sən döyüş meydanında həlak olsan, bu mən qocanı ağrıdacaq. Amma şərəfsiz olub sağ qalsan, mən qoca kişi xəcalət çəkəcəm. Düşmənini heç vaxt bağışlama, oğlum. Biz xristiyan deyilik. Sabahın qayğısını çəkmə. Çünki sabahı düşünmək insanı qorxaq eləyər. Bir də axırıncı nəsihətim budur. Məhəmmədin imanını, İmam Cəfər təriqətinin şiyyəlik təməllərini heç vaxt yaddan çıxartma.
Əmimlə qulluqçular atamın sözlərinə elə qulaq asırdılar ki, elə bil bu kəlamlar vəhlərdir. Sonra atam ayağa durdu, əlimdən tutdu və birdən-birə titrək və boğuq səslə dedi: "Sənə yalvarıram, siyasətlə məşğul olma. Nə istəyirsən elə, amma siyasətə qarışma." Sakit ürəklə and içdim. Çünki siyasət sahəsi məndən uzaq idi. Nino isə mənim fikrimcə siyasi problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən nəhayət tam kamil idim.